açıq uclu oyuncaq. Bu da qapalı oyuncaq. Bu nədir? Bu gördüyünüz kimi bayaq sizə göstərdim. Konstruksiya idi. Birisi maşındır. Açdım. Bu oldu oyuncaqları qidalandırmaq üçün boş qap. Eyni zamanda bu oldu oyuncaqların burada otura bilməsi üçün divan. Amma bu hələ də maşındır. Bu oldu əngəl. Amma bu hələ də maşındır. Bu oldu inşa piramidası. Amma bu hələ də maşındır. Yüzlərlə başqa versiya göstərə bilərik. Bu oyuncaq həm də kukladır. Uşaqlarla oynaya bilərik bir yerdə fərqli şeylər. Bu isə hələ də maşındır. Bu oyuncaq həm də bir dənə balaca top. Təbii ki, bu olmaya da bilərdi bunun içərisində. Zaten özünün içəriyi bəs eləyər. Sadəcə bundan danışıramsa. O deməkdir ki, buradan bu şəkildə də oyunlar oynaya bilərik. Bu isə hələ də maşındır. Yəni, əslində seçim edərkən oyuncaqlarda müxtəlif şeylərə fikir vermək lazımdır. Fikir versəz, bizim anacanda daha çox bu tipdə oyuncaqlara üstünlük veririk, inkişaf elətdirici, bir çox və mənim ən çox sevdiyim içinə yığması mümkün olan, nə bilim, dağılmayan, tökülməyən qabı olan qutu xəstəliyim var demişdim. Bu isə sadəcə maşındır. Demirəm, maşın önəmsizdir, önəmlidir. Yəni ki, rolların formalaşmasında çox önəmlidir. Ancaq təbii ki, öncəliyiniz daha çox kullanışlı oyuncaqlar tapmaqdır istifadəsi üçün. Uşaqların xəyal gücünü inkişaf elətdirməyə çox kömək olur. Yəni ki, uşaq öyrənir. Bunu da eləyə bilərəm, onu da eləyə bilərəm. Önəmlisi, bu arada bundan bir dənədir. Çox sevdim. Daha çox çalışacağım ki, gətirim. Rəngi öyrənməyə kömək eləyir. Səs duyğusunu, qavrayışını dəstəkləyir. Rəngi dedim, hayal gücünü artırır. Bax, belə oyuncaqlar hayal gücünü artırır və qəşəng bir dost.